sözün bir bitdiyi ana gəlib çıxmışıq. Yəni bir gənc, azadlıq eşqi ilə yanan bir gənc Heydər Əliyevin heykəlinə yazdığı Qol bayramınız mübarək həbs olundu və həbsdən sonra çox keçmədi ki, öldürüldü. Bu yəni bir böyük bir faciədir. Bu hal-hazırdakı iktidarın, Əliyevlər ailəsinin, ya onun indi 56 quldurlarının bir xalqa qarşı bir soyqırımıdır. Biz dəfələrlə görmüşük. Ya bu jurnalistlərin kim azad sözünü demək istəyir, kim haqq sözünü demək istəyir, ya tuturlar, öldürtdürürlər, ya həbslərə atdırırlar, ya şərləyirlər, cürəbəcür absurd ithamlarla şərləyirlər. Bu yəni bunların cinayəti, bunların qan tökməyi hara qədər davam edəcək? Yəni siz nə qədər ömrünüz var ki, yəni bax mən bir şey maraqlıdır. Ölkə prezidenti, nazirlər fərqi yoxdur. Yəni siz neçə il yaşamaq istəyirsiniz? Yəni doymursunuz siz bu qədər yeməkdən, bu qədər qan tökməkdən. Əliniz bu qədər insanın qanına batdı sizin. Sizin əliniz Azərbaycan xalqının qanına batdı. Bizim 93-cü ildə bizim dədələrimiz, babalarımız azadlıq dedilər. 88-ci il xalq hərəkatından azadlıq deyib meydanlara çıxırlar ki, biz azadlığa çıxaq. O bir dənə söz var, deyir yağışdan çıxıb yağmura düşdük. Biz yox, yağışdan çıxıb yağmura düşmədik. Biz yağışdan çıxıb tufana düşdük. Biz yağışdan çıxıb leysana düşdük. Biz təzəcə Azərbaycan xalqı azad nəfəs alırdı ki, SSR-in tərkibindən çıxdıq. Ondan sonra da gəldi Əliyevlər. 28 ildir, 29 ildir də hakimiyyətdəsiz. Bu millətə nə vaxta qədər zülm vermək istəyirsiniz? Bax, siz bugün Bayram Məmmədovları öldürə bilərsiniz, məni öldürə bilərsiniz, Əli bəyi, Orxan bəyi öldürə bilərsiniz. Gücünüz də çatar buna. Bir saniyənin içində yox eləyə bilərsiniz bizi. Həbsə də ata bilərsiniz. Siz axı bu qədər xalqı, xalq ayağa qalxsa bir gün, siz bu qədər xalqı necə susturmaq fikrindəsiniz? Siz bax bu qədər xalqı bir əlinizlə bir nəfərin ağzını bağlaya bilərsiniz, bu da ikinci əllə 2 nəfərin ağzını bağlaya bilərsiniz. Bir gün fikirləşmirsiniz ki, xalq sizə qarşı dönəcək. Xalq hər şeyi gözəl bilir. Qatil olmağınızı gözəl bilir. Bax siz qatilsiniz. Bax mən buradan açıq-aşkar deyirəm. Siz qatilsiniz. Sizin qanınız sizin əliniz Azərbaycan xalqının qanına batıb. Siz Bayram Məmmədov kimi oğullarımızı, Qafna xanım, Martali jurnalistimizi, bizim neçə dənə siyasi məhbuslarımızı öldürdünüz siz. Siz bizim jurnalistlərimizi, Polad Aslanovlarımızı, Əfqan Sadıqlarımızı şərləyib həbsə atdınız. Siz qoymadınız qeyrətli insanlar yaşasın. Siz bugün Azərbaycanda bayram nurları tanıtdırdınız millətə. Pozğun müğənniləri tanıtdırdınız. Bugün qeyrətli insanlar kim ki səsini çıxartdı, ya birini öldürdünüz, ya da birini tutdunuz, həbsə atdınız. Mən buradan həqiqətən sözün bir tükəndiyi andır. Mən buradan söz tapa bilmirəm sizə deyim. Yəni milyon dənə sözlə kar olmadı sizə. Yəni bugün həqiqətən insanın hələ bir formaya gəlib çıxdı ki, Azərbaycanı hələ bir formaya gətirib çıxdı.